Salam uşaqlar. 9-cu sinif 5 aprel 2026-cı ildə buraxılış imtahanına düşmüş sualların izahına baxırıq. Birinci sual 57-ci sualın izahına baxaq. Əbob AB 5-dir, A vur B 75 olarsa, A topla B cəmini tapın deyir bizə. Əbob AB. Mən bilirəm ki, Əbob AB-də A-nı 5M götürürəm. B-ni də 5n götürürəm. Yəni m-nin burada qarşılıqlı sadə ədədlər olmalıdır ki, onların əbobu 1 olsun. Ortaq məxrəc də 5-i çıxarsam, yəni 5-ə bərabər olsun. Buradan yazıram. 5 dənə m A vur B-nin 75 olduğunu verir. 5m vur 5m bərabərdir 75-ə. M vur n-in də 5 vur 5 25, 75-i 25-ə böləndə m vur n hasilini 3 alıram. Sonra isə A topla B-nin cəmini tapmalıyam. Yazıram. A topla B bərabərdir. Əvvəlcə m vur n hasilinin 3 olması. Yəni m-nin qarşılıqlı sadə ədəd olmalıdır. Deməli, mən buradan görürəm ki, m-ə 3 versəm, n-ə 1 versəm, həqiqətən də m vur n hasili 3 olacaq. M-lə n-in də özü qarşılıqlı sadə ədədlər olacaq. A topla B cəmini tapmalıyam. A 5m idi. Yazıram. 5m topla 5 dənə n bərabər olacaq. Orta məxrəc 5-i çıxarsam, m topla n bərabər olacaq. 5-i vururam, m-i 3 tapmışam, n-i 1 tapmışam. 3 topla 1-ə bərabərdir. 5-i də 4-ə vursam, alıram ki, cavab eləyir 20. 57-ci sualın izahını verdik. Sonra keçək 58-ci sualın izahına baxaq. Bizə deyir, yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının isə 2 mislidir. Buna görə yarışmanı Əlinin qazanma ehtimalını tapın deyir. Gəlin yazaq. Həsən, Əli, bir də Vüqar. Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Vüqara x desəm, Həsənə də 7x olacaq da 7 misli demək nə deməkdir? Vururam. 7-yə vurmaq deməkdir. Əlinin qazanma ehtimalının isə 2 mislidir. Əlinin qazanma ehtimalının 2 mislidir. Baxın, Həsənin qazanma ehtimalı. Həsəndə 7x-dir. Əlidə də gərək 3,5x olsun ki, 3,5-in 2 misli mənə 7x versin. Deyib, buna görə yarışmada Əlinin qazanma ehtimalını tapın. Tapaq. Ehtimalı tapanda bilirəm ki, PA ilə işarə eləyəcəm, bərabərdir. Əlverişli hallarımın sayı bölünsün bütün mümkün hallarımın sayına. Bütün mümkün hallarımın sayı nəyə bərabərdir? 7x topla 3,5x topla x. Bu da verəcək mənə 11,5x-i. Bəli, 11,5x və Əlinin qazanma ehtimalını soruşur. Əlverişli hallarımın sayı nə qədər olacaq? Elə Əlini soruşduğuna görə 3,5x olacaq. Bərabərdir. Burada da x-ləri x-lər aparıram, vergülləri itirirəm. Hər tərəfi 5-ə bölsəm 7, bunu da 5-ə bölsəm 2, 10, 15, 5, 23. Cavab olacaq 23-də 7. Cavab C bəndidir. Sonra keçək. Deməli, digər hissəyə keçirik. 59-cu suala baxırıq. 59-cu sualda y bərabərdir 5x minus 17 funksiyasının qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Görün, nə qəşəng sadə suallardır. Ordinat 3 deyir. Ordinat nə idi uşaqlar? Qayda izahı verəndə də demişdim. Ordinat 3-dür, apsisim isə x-dir. Məndən x-i soruşur. Yəni, ordinatı 3 verir, x-i soruşur. Yəni, bu ifadədə y bərabərdir 5x minus 17 ifadəsində y-nin yerinə 3 qoyacam. Y-nin yerinə 3 qoyuram. 5x minus 17 olduğu kimi qalır. Buradan da x-i tapacam. 5x bərabərdir. 17 keçir bərabərliyin sol tərəfinə olacaq. 17 topla 3, 20. X də bərabər olacaq 4-ə. Cavab olacaq burada da 4 deməndi. Keçək 60-cı suala baxaq. Dairənin radiusun 5 dəfə artsa, onun sahəsi neçə dəfə artar? Əvvəlcə dairənin sahəsinin tapılmasını bilməliyəm. Bilirəm ki, pi r-in kvadratıdır. Əgər radiusu 5 dəfə artırsam, onun sahəsi də, deməli, 5 dəfə artırsam, 5-in kvadratı, pi də yazaq, elə pi-ni yazmasaq da olar, çünki bizə neçə dəfə artar deyir? 25 dəfə artacaq. Cavab olacaq B bəndi. 61-ci sualın izahına baxaq. 30-36, əbob deyir, 30-36-nı hesablayın. Bunun ən sadə yolu, sadə vurğularına ayırıb da yaza bilərəm. Amma belə yazsam, bu mənə daha rahat olacaq.
Deməli 30 ilə 36 hər ikisində ortaq olan vurun 6 olduğuna görə 6-nı çıxarsam 6 vur əbob 30 ilə daha doğrusu 6-nı çarpmışam deyə 5 qalacaq. 5 ilə 6 qalacaq. 5 ilə 6-nın da əbobu bilirəm. Ardıcıl ədəddir və yaxud da qarşılıqlı sadə ədəddir. Əbobumuz 1-dir. 6 vur 1 6 olacaq. Cavab olacaq burada da S bəndi. Keçək 62-ci suala baxaq. Düz xəttdən 4 sm məsafədə yerləşən nöqtədən bu düz xəttə qədər, daha doğrusu bu düz xəttdə hər birinin uzunluğu 5 sm olan 2 dənə mail çəkilmişdi. Maillərin oturacaqları arasındakı məsafəni tapın. İstəyirəm bunu bir dənə səhifə açım. Burada səliqəli şəkildə çəkim, izah verim. Deməli, nə deyir mənə? Deyir, düz xətt çəkirəm. Daha doğrusu düz xəttdən 4 sm məsafədə yerləşən nöqtədən bir dənə düz xətti çəkdim. Rengi dəyişək. Bir düz xətt çəkirəm. Bu düz xəttdən 4 sm məsafədə yerləşən nöqtədən bu düz xəttə bir dənə nöqtə qoyuram. Elə bil ki, bax, buradan bura deyir 4 sm məsafədə yerləşir. Nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 sm olan bir mail çəkilib. Buradan bura da 5 sm-dir. Buradan bura da 5 sm-dir. Baxın, indi burada üçbucaq görürəm. Elə bunu belə də çəkə bilərəm. Ən yaxşısı belə çəkək də. Elə üçbucaq çəkirik. Onsuz. Nöqtə verir. Maillər çəkir. Maillər də deyir 5-dir, 5-dir. Bu düz xəttdən həmin o. Daha sonra bu nöqtədən həmin düz xəttə qədər olan məsafə 4-dür deyir. Maillərin oturacaqları arasındakı məsafəni tapın. Maillərin oturacaqları arasındakı məsafə məndən buranı soruşur. Burada bir dənə x deyirəm. İndi gəlin bunu hesablayaq. Mən 4-ün, əgər bu bərabər yanlı üçbucaqdırsa, 4-ə tənbölən kimi də baxa bilərəm, hündürlük kimi də baxa bilərəm. Mən istəyirəm buna hündürlük kimi baxım. Çünki bilirik də bizim qaydamız var ki, üçbucaqda bərabər yanlı üçbucaqdır, bərabər tərəfli üçbucaqdır. Bir düz xətt çəkmişəmsə təpədən, həmin o bu tərəfdən bir dənə düz xətt çəkmişəmsə, həmin bu düz xəttim həm hündürlük olmalıdır, həm tənbölən, həm də median. Mən istəyirəm buna tənbölən hündürlük kimi baxım. Deməli, bu mənim hündürlüyümdür və biz keçmişik ki, baxın, bir dənə burada düzbucaqlı üçbucaq yarandı. Mən bu hissəyə bir dənə İndi x vermişəm, x-i hələlik silirəm, bütöv hissə x-dir də. Mən bura deyirəm ki, x olsun, balaca bu hissəm x olsun. Baxanda bilirəm, fövqələdələrdə də 3 olduğunu bilirəm və yaxud da bilmirəmsə, düsturum var idi. 5-in kvadratı, əvvəlcə düzbucaqlı üçbucaq həmin düsturu göstərim. Səliqəli çəkək, istəyirəm ətraflı verim izahı. Hər birinizə faydalı olsun. Bura 5-dir, bura 4-dür, burada x olsa və yaxud da 4-5 ilə yazmayaq da. Bura C-dir, bura A-dır, bura B-dir. C-ni necə tapırdım? C kvadrat bərabər idi. A kvadrat topla B kvadrat. Həmin qaydanı tətbiq edirəm. 5-in kvadratı bərabərdir. 4-ün kvadratı topla x-in kvadratı. X-in kvadratda bərabər olacaq 25 çıxılsın 16. 25-dən 16 çıxsam 9 alıram. X də bərabər olacaq plus minus 3, amma mənə müsbəti lazımdır 3. Deməli, buradan bura 3-dür. Deməli, buradan burada 3 olacaq. Məndən bu hissənin uzunluğu, bir dənə AB desəm, bu hissənin uzunluğunu istəyir. AB də olacaq 3 topla 3. Cavab olacaq burada da 6. Cavab olacaq Y bəndi. İndi keçək. Bir dənə burada işarəliyim. Neysə, işarəliyim. Cavab 6 olacaq. Keçək 62, 63-cü suala baxaq. Hələlik buradan çıxım. Lazım olanda bu səhifəni də paylaşacağım. 63-ə baxaq. 63-də AC-nin 7 olduğunu verir mənə. Qələmi götürək. AC deyir 7-dir. Bura 7-dir. SB-də 14-dür. Bizdən AB-ni soruşur. AB nə olacaq? Ən rahat sadə sual. AB-nin özü bərabərdir. AC topla SB-yə. AC 7-dir. AB 14-dür. Cavab olacaq 21. Cavab D bəndi. Keçək 64-cü sualın izahına baxaq. 64-cü sualda da
Bundan biz qat-qat çətinlərini işləmişik sizlə. Deməli 2 kökün altında 25 yazıram. 2 vurulsun. Kök altında 25 mənə 5-i verir. Bilirəm mən. 5 çıxsın. Kök altında 16-dan kök 4-ün kvadrat olduğuna görə yəni buradan 4 çıxacaq topla. 2 vur kök altında 9-dan da 3 çıxacaq. Bərabərdir. Sadəcə bunu hesablayıram. 2 vur 5 10-dur. 10 çıx 4 6. 6 topla 2 vur 3 6. Cavab olacaq 12. Deməli. Baxaq 65-ci sualın izahına. 65-ci sualda y-ni 2x verib, tənliklər sistemidir. 5x topla y-nin də 21 olduğunu verib. Deməli yazıram 5x topla y-nin yerinə. Əvvəlcə misal bir də yazım. Sistem tənliyi yazdım. Mənə burada deməli y-nin yerinə 2x qoyacağam sadəcə. Yazıram 5x topla y-nin yerinə 2x bərabərdir 21. 5x ilə 2x toplayıram 7x alıram. Bərabərdir 21-ə. X də bərabərdir 21 bölü 7 3. X-i 3 aldım. X-i 3 aldıqdan sonra y-ni də tapmağa daha nə var? Sadə bir şeydir. 2x bərabərdir 2 vur 3 olacaq 6. Deməli olacaq 3 ilə 6. Bax görə belə variant hardadır? D bəndində. Keçək 65-ə baxaq. Daha doğrusu 65-ə baxdıq, 66-cı suala baxırıq. A bərabərdir 4-də 1 olarsa 3 üzərində -2 vurulsun 3 üzərində 6 ifadəsinin qiymətini tapın. Tapaq. Əvvəlcə burada sadələşmə aparıram. Bilirik ki, biz əsaslar eynidirsə, üstləri neyniyəcəm? Toplayacam. Yəni -2a topla 6a hesablayıram. Bərabərdir bu da. Qələmi incəldim biraz. 3 olacaq. -2a üstə 6a mənə 4a-nı verəcək. Yəni 3-ün üzərində 4a-nı hesablayıram. A-nı 4-də 1 verib yazıram. 3 üzərində 4 vur. A-nın yerinə də 4-də 1 yazıram. Bunlar gedəcək. 3-ün üzərində 1 olacaq. Yəni cavab olacaq A bəndi. Baxaq 67-ci sualın izahına. 67-ci sualda hissəni qoy silim. 67-də bunu necə yazacağam? Mürtəzəni vurub açacağam. Sonra da kvadrat tənlik şəklində hesablayacağam. 2x çıx 2x. Görək kvadrat tənlik alınır, yoxsa mən belə görürəm ki, kvadrat tənlik olmur. Sadəcə xətti tənlik alınacaq. 2x minus 1, 2x topla 1. Mürtəzəni vurub açanda bilirəm ki, o verəcək mənə. Həm də bu mənə a minus b, a plus b-ni xatırladır axı. Necə idi düsturum? A kvadrat minus b kvadrat. Yəni 2x-in kvadratı 4x minus 1. Çıxılsın. Bu mürtəzəni vurub açıram. 4x-in kvadratı -4x vur -3 olacaq topla 12x bərabərdir 35-ə. Bax 4x kvadrat, biri müsbət, biri mənfi islah olunur. Qalır belə 12 dənə x minus 1 bərabərdir 35-ə. 12x bərabərdir 36-ya, x də bərabərdir 3-ə. Cavab olacaq 3, 67-dən. Baxaq 68-ə. 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artırıldı deyir bizə. Deməli, belə yazacağam. 30 hektar idi əkin sahəm, yəni 100% idi. 100% götürürəm. Sonra deyir 42 hektar oldu əkin sahəm. Bu da x faizdir. Bilirəm, baxım görüm neçə faiz artırmışam. Tənasübdür. Yəni çarpaz vurub hesablayıram. 30 vur x bərabərdir 42 vurulsun 100-ə. Sıfırları aparıram, hər tərəfi 3-ə bölürəm. Burada 14 aldım. X də bərabər olacaq 140-a. 140-dır. Deməli 100 idi, 140 oldu. Nə qədər artdı? Necə tapacağam? 140-dan da 100-ü çıxıram, alıram ki, deməli 40% artıb. Cavab C bəndi. Baxaq 69-cu sualın izahına. K-nın hansı ən böyük qiymətində 0,4 K topla 0,4 daha doğrusu 0,4 K dövrdə 4 az 10'da 4 yox. Özür istəyirəm. 0,4 modul. Deməli, K-nın hansı ən böyük qiymətində 0,4 dövrdə K topla 0,4 K dövrdə 4 cəmi düzgün kəsirdir deyir. Yazaq. 0, deməli bunu səliqəylə yazaq. 0,4 K topla 0,K4 bərabərdir. Bilirəm ki, mən bunu necə yazacağam? Mötəzənin içindəki ədədin sayı qədər məxrəcdə 9 yazıram. Vergüllə mötəzə arasındakı ədədin sayı qədər 0 yazıram. 90-da olacaq 4K çıx 4 topla. Digərində də 90-da K
4. Elə bir 2 rəqəmli ədəddir də. Bunun da kanı çıxıram. Kanın hansı ən böyük qiymətində cəmi düzgün kəsir olar? Baxaq, bərabərdir. Burada olacaq 40 topla k minus 4 bölünsün 90 topla 90. 10k topla 4 minus k bərabərdir. Ortaq məxrəcim 90-dır. 40-dan 4 çıxıram, 36 üstə gəl k üstə gəl. Ondan k-nı çıxıram. 9k verir mənə. 9k üstə gəl 4 bərabər olacaq. Deməli 40 topla 10k bölünsün 90 bərabərdir. Surətdə ortaq məxrəc 10-u çıxardıram. 4 topla k bölünsün 90. Bununla bu gedəcək. 9, 4 topla k. Əgər bu kəsrim, deməli bizə düzgün kəsir olmasını deyirsə, biz bilirik ki, 4 topla k surəti məxrəcdən kiçik olmalıdır. Yəni məxrəcim surətdən böyük olmalıdır. Belə də deyə bilərəm. Buradan da k-nı tapsam 5 olacaq. Daha doğrusu kiçikdə 5 olacaq. Hansı ən böyük qiymətində dediyinə görə k olacaq 4. Deməli ən böyük qiyməti 4-dür. 69-da da cavab olacaq B bəndi. 70-ə baxaq. Kubun neçə tili var? Kubun tilini tapanda bilirəm ki, 3 ilə tapırdım. Yəni 4 dənə kubun 4 tərəfi var. Tilində hər təpədən çıxan tillərin sayı 3-ü də vururam 4-ə. Alıram ki, 12 dənə tili var. 70, 71-ə baxaq. Tənliyini həll edin deyir. Bunu çarpaz vuracam. Yazıram. -3 vur x bərabərdir 12 vurulsun 4-ə. X də bərabər olacaq. 12-ni 4-ə vursam 48 bölünsün -3 olacaq -16. Cavab olacaq Y bəndi. Deməli, burada 71 idi. Digər tərəfə baxaq. 72. Rəhim birinci gün kitabın 40%-ni, ikinci gün 5%-ni, üçüncü gün isə qalan 110 səhifəni oxuyub qurtardı. Kitabda neçə səhifə olduğunu tapın. Birinci gün, ikinci gün. Birinci gün kitabın 40%-ni oxuyur. Kitaba bilmirəm nə qədərdir. Kitaba deyirəm ki, x kitab, səhifə var kitabda. Birinci gün 40%-ni, yəni 0,4x-ini oxuyub. İkinci gün 5%-ni. 5%-ni oxuyubsa, kitabın 5%-i olacaq. Deməli 0,5x olacaq. Üçüncü gün isə qalan 110 səhifəni oxudu. Yəni bunları toplayıram. Üstünə də 110-lu gəlirəm, bərabər eləyirəm x-ə. Bu da verəcək mənə 0,45x topla 110 bərabərdir x-ə. Elə bir x çıxılsın. 0,45x bərabərdir 110-a. Çıxanda verəcək mənə 5, 55x. 0,55x olacaq. Bərabərdir 110-a. Hər tərəfi 100-ə vursam, vergül itirmək üçün 55x bərabərdir 110. Burasını elə 100 kimi yazıram ki, ixtisarlayanda rahat ixtisar eləyək. X bərabərdir 110 vurulsun 100 bölünsün 55. 55 ilə 110-u ixtisara apara bilərəm. 55 55-ə 1. 110-u 55-ə bölsəm 2 verir. 2 vur 100 eləyir 200. Deməli kitabda neçə səhifə soruşurdu bizdən. Baxaq. Neçə səhifə olduğunu tapın. Cavab olacaq 200. Sonra keçdik. Kəsirini ixtisar eləyin. İxtisar eləyək. Deməli yazıram. Kəsir xətti 4 vurulsun 12-ni yazıram. 3-ün üzərində n vurulsun 2-nin 2 üzərində 2n. 3 vur 4-dür. 4-ü də yazdım. 2 üzərində 2n kimi. Məxrəcdə 3 üzərində n vurulsun 3-ün üzərində -1 vurulsun 2-nin üzərində 2n vurulsun 2. Belə bir sadələşdirmə apardım. Sonra nə edəcəm? Baxın, burada 2 üstə n. 2 üstə n ilə 2 üstə n ixtisar getdi artıq. 3 üstə n ilə 3 üstə n də getdi. Bərabər oldu. Surətdə 4 qaldı. Məxrəcdə də 2 qaldı. Bu 3 -1 dax elə bil 2 belədir. 1 böl 3-dür. 3 də çıxır yuxarıya. Yəni 4 vur 3 olacaq. Böl 2 olacaq. Bu da verəcək mənə 6-nı. Burada da cavab olacaq 6. 73-cü sualda.
İndi baxaq bu bərabərsizliyə. X vur 3 minus kökdə 10 kiçikdir 5,5 vur 3 minus kökdə 10 bərabərsizliyinin ən kiçik tam həllini soruşur bizdən. Baxırıq bura. Bizə nə deyir? Baxın, eynidir. Burada da 3 minus kökdə 10 var, burada da 3 minus kökdə 10 var. Deməli, hər tərəfi 3 minus kökdə 10-a bölə bilərəm. Bir də baxıram, görürəm ki, bu ədəd mənfi ədəddir. Əgər mən hər tərəfi mənfi ədədə bölürəmsə, deməli, bərabərsizliyimin hardan bildim mənfidir? Onun izahını verim, birdən aranızda başa düşməyən olar. Kökün altında 9-dan, kökün altında 10-u çıxanda görürəm ki, kökdə 9 kökdə 10-dan kiçikdir. Yəni, bu ifadənin mənfi olduğunu buradan bilirəm. Mənfidir. Ona görə də biz bilirik ki, bərabərsizlikdə əgər hər iki tərəfi mənfi ədədə bölürüksə, işarəm dəyişəcək. Yəni, x böyük olacaq 5,5-dən. Bərabərsizliyin ən kiçik tam həllini soruşur. Bu da nəyə bərabər olacaq? 6-ya. Burada da cavab olacaq 6. 74, 75-ə baxaq. 75-də bucaq B ilə bucaq D-nin bir-birinə bərabər olduğunu deyir. Burada alfadır, deyir. Burada alfadır. AB isə AB ilə OC 6-dır. Burada 6-dır. Burada 6-dır verib mənə. Və məndən nəyi soruşur? CD-ni soruşur. Buranı soruşur. Deməli, bunu hərəkət oxşarlığa görə hesablayacağam. Belə götürəcəm. Bilirəm ki, baxın, bura alfadırsa, buradan belə bir şey görəcəm. Deməli, bura bir dənə beta desəm, bərabərdirsə, burada bir-birinə bərabər olacaq. Bura 6-dırsa, buranı da 6 alıram. Deməli, olacaq belə. Bilirəm ki, 6 vur 6 bərabərdir, x vur 6-ya. Buradan da CD-nin də 6 olduğunu almış oluram. 6x bərabərdir 36-ya, x də bərabər olacaq 6-ya. Burada da cavab olacaq 6. Keçək 76-ya baxaq. Diaqramda A və B çoxluqlarının elementlərinin sayı haqqında məlumatı verib. 4n A çıxılsın B bərabərdir. A ilə B-nin birləşməsi olarsa, B çıxılsın A-nı soruşur bizdən. İndi bax, verib 4 dənə n yazıram. 4n vurulsun. A çıxılsın B nə deməkdir? A-da olan B-də olmayan. Yəni, A çıxılsın B yerinə 2x topla 8 yazıram. Bərabərdir. N vurulsun. A ilə B-nin birləşməsi nə olacaq? Yəni, bunların hər birinin cəmi olacaq da. Elə bir ki, yazıram 2x topla 8, topla 3x, topla 1, topla 4x, topla 5. Sadəcə bu tənliyi hesablayacağam. X-i tapacağam. X-i tapıb və 4x məndən 5 çıxılsın A-nı soruşur. 4x topla 5-i soruşur. N-lər gedəcək. Mörtəzəni vurub açanda 8x topla 4 vur 8, 32 bərabərdir. Burada sadələşdirmə aparıram. 2x, 3x, 4x, 9x verəcək mənə. 9x, 8 topla 1, 9 üstə gəl 5, 14 olacaq. Deməli, 9x-dən 8 çıxıram, x alıram. 32-dən də 14 çıxıram. Deməli, 18 alıram. X 18-dir. X 18 tapandan sonra mənə deyir ki, B çıxılsın A. B çıxılsın A-nın, yəni 4x topla 5-də x-in yerinə, B çıxılsın A nə deməkdir? B-də olan, A-da olmayanları soruşur da, elə bil ki. Bir dəqiqə, hara getdi? Bir dəqiqə, girim yenidən açım. Yəni, bunu soruşur da, B-də olan, A-da olmayanları soruşur. Yəni 4x topla 5-i soruşur. 4 vurulsun. X-i tapmışam 18 topla 5 bərabər olacaq. 72 üzərinə gəl 5. Cavab olacaq 77. Baxaq 77-ci suala. ABCD düzbucaqlısında AM ilə MD-nin peripunkları olduğunu verib. AB deyir 6-dırsa, burada 6 olacaq. AM 12-dir, mənə verib. Və bucaq nəyi soruşur? ADM bucağını, buranı soruşur. Baxın, bunu necə tapacağım? Buradan bir dənə hündürlük çəksəm, bu hündürlüyün yan tərəflər 6-dır axı, 6 olduğunu tapdım. Bu hündürlük çəkmişəm deyə, burada peripunklar olacaq. Deməli, bu hissəni tapsam, buranı tapa biləcəm. Ondan sonra da
bucağın neçə dərəcə olduğunu buna görə tapa bilərəm. İndi baxıram. Yenə də düzbucaqlı üçbucaq gördüm burada bir dənə. Baxın, düzbucaqlı üçbucağa görə yazıram. 12-nin kvadratı bərabərdir. Bura bir dənə A deyirəm. 6-nın kvadratı topla A-nın kvadratı. Yəni 144 bərabərdir 36 topla A kvadrat. A kvadrat da bərabər olacaq. 144-dən 36 çıxsam 8, 108 verir mənə. Baxım görüm düz yazdım. A da bərabərdir 108-də. Deməli, baxaq görək. Bu verəcək mənə 3 vur 36-na. 3 vur 36-dır. Baxaq 6, 8, 1, bəli. Bu da olacaq 6 köçdə 3. 6 köçdə 3 imiş demək bura. Bura 6 köçdə 3-dür bu hissə. Deməli, buradan bucağı tapa bilərəm də artıq. Heç burada daha digər tərəf eləməyə ehtiyac yoxdur. Bura 90-dırsa, 6 köçdə 3-dürsə, deməli 6-nın qarşısındakı bucaq bura 30 dərəcə olacaq. Bilirik də 30 dərəcənin qarşısındakı qalan katet hipotenuzun yarısıdır. Digər tərəfdə buranın da 60 dərəcə olduğunu. Bura 60-dır. Bu hissəyə nə qədər qaldı? Düzbucaqlı üçbucaqdır. 30 dərəcə qaldı. Burada 90 dərəcədir. Deməli bucaq A, D, M bucağı neçə dərəcə olacaq elə? 60 dərəcə olacaq. Burada da cavab olacaq 60 dərəcə. Dəqiqə 60-ı səliqəli yazaq. 60 dərəcə keçdik. Baxaq görək sonra hansı sual gəlir. Aha, açıq tipli suallardır. İndi bunların izahını çəkmək üçün qoy mən yeni səhifə açım. 78 deyir, düz xətli yol boyunca 85 dənə ağac əkilmişdir. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. A və B ağacları arasındakı ağaclardan biri C-dir. A və C ağacları arasındakı məsafənin C və B ağacları arasındakı məsafəyə nisbəti 3/4-dür. Və buna görə də C ağacının A-dan başlayaraq neçə ağacdır deyir. Gəlin baxaq buna. Bunu necə tapıram? Deməli, məsələn, ağac deyir. Əgər 85 dənə ağac əkibsə, düz xətt çəkirəm. 85 dənə bu A-dan B-yə 85 dənə ağac əkmişəmsə, onlar arasındakı məsafə olacaq 84. Nəyə görə? Məsələn, 2 dənə, 3 dənə nöqtə verirsə mənə belə bir nöqtədə 3 dənə baxın, elə bil 3 dənə nöqtə verir. 3 nöqtə arasında neçə dənə parça var? 2 dənə. Bax, 1, 2 dənə parça olduğuna görə, əgər 85 dənə ağacdırsa, bunlar arasındakı sayı olacaq 84 dənə. Yəni 84 dənə ağac olacaq. Bir dənə ağac, belə bu şəkildə davam edəcək. İndi bizə deyir ki, C nöqtəsi, bir dənə C nöqtəsini qeyd edirəm burada. Deyir A və C, A-dan C-yə ağaclar arasındakı məsafə, C-dən B ağaclar arasındakı məsafəyə nisbəti 3-ün 4-dədir. Yəni, bura 3x-dir. C-dən B-yə də 4x-dir. İndi bizə nə deyir? Deyir, buna görə C ağacı A-dan başlayaraq neçə ağacdır? C ağacı A-dan başlayaraq. Buradan buranı soruşur bizdən. Deməli, bunu necə tapacağam? Nə qədər ağacı soruşuram. Bir də onda diqqətli olmalıyam. Yazıram, yəni 3x topla 4x bərabərdir nəyə? 84-ə. 7 dənə x-imiz bərabərdir 84-ə. X də bərabər olacaq 12. X-i 12 tapandan sonra artıq AC-ni tapacağam. AC özü nə vermişdi mənə? Elə burada vermişdi. A-dan C olan ağac deməli 3x idi. Amma ağac sayı nə olacaq? Üzərinə 1 də gələcəm də yazıram 3x bərabərdir. Yəni 3-ü 12-yə vuracam 36. Çünki məndən ağacı soruşduğuna görə bir dənə ağac nöqtə 36 dənə elə bil ki parçadır da. Parça necə ki bayaq göstərdim. Parçanı verdim. Nöqtə 3 dənə nöqtə varsa nə qədər parçadır? 2 parçadır. Buna görə də bir dənə üzərinə 1 gələcəm. Olacaq 37. 37 olacaq cavab. Keçək indi, burada 37-ni qeyd edeyim, qoy. Keçək 79-cu sualın izahına baxaq. İndi buranı silirəm.
79-da iti bucağının tənböləni trapesiyanın iki oxşar üçbucağa ayırır. Bir dənə trapesiya çəkirəm. Deməli, iti bucağının tənböləni trapesiyanı iki dənə oxşar üçbucağa ayırır. İti bucağının tənbölənini çəkirəm. 2 dənə oxşar üçbucağa ayırır. Oturacağı 7-dir, 28-dir. Trapesiyanın perimetrini soruşur bizdən. Bax, buna necə yanaşacam? Baxın, deməli, 2 dənə oxşar üçbucaq dediyinə görə, məsələn, bura alfadırsa, burada alfa olacaq. Düzdürmü? Diaqonalı burada yarıya bölür də bunu. Yəni, bura alfadırsa, əvvəlcə burada alfa olacaq. 7-dirsə, digər yan tərəfim də 7 olacaq. 28. Məndən digər tərəfi tapsam, digər oturacağı tapsam, perimetri tapmış oluram. Bura alfam. İndi mən bu bucağı tapa bilərəm də, tapa bilərəm. Burada deyirəm ki, oxşar üçbucaq dediyinə görə əslində, belə baxaq da buna. Mən bu x deyirəm, buna və yaxud da beta x deyirəm, həmin o ikisi tapıram. Ya da beta x də deyə bilərəm, beta da deyə bilərəm. Fərqi yoxdur. Ən yaxşı beta deyim. Çünki oxşar üçbucaq dediyinə görə bura alfa olacaq, burada beta olacaq. Bu oxşar üçbucaqda 2 alfa olduğuna görə bura betadırsa, deməli burada alfa olacaq. Bu necə üçbucaq oldu? Baxın, burada bir dənə bərabər yanlı üçbucaq alındı. Yəni bilirik də bu tərəflər bir-birinə bərabərsə, bərabər yanlı üçbucaq alındı. 28-dir. Deməli bura bir dənə tutaq ki, x desəm, digər tərəfimdə x olacaq. İndi gəlin hesablayaq oxşarlığa görə. Necə hesablayacaq? Alfanın qarşısındakı tərəfin 7-nin digər bu rənglədiyim bu hissə var, baxın. Bura. Bir dəfə də göstərim. Bax, bura. Bu üçbucağa görə baxıram. 7-nin x-ə nisbəti bərabərdir. Betanın qarşısındakı x-in digər üçbucaqda, rənglədiyim üçbucağa görə betanın qarşısındakı 28-ə nisbəti. Sadəcə bunu hesablayacağım. X kvadrat bərabərdir. 7 vur 28. X 7 vur 28 sərgənə yazaq. X də bərabərdir. Bu özü 7 vur 4 vur 7-dir. 4-dən kvadrat kök alsam 2, 7-nin kvadratda 7-nin 1-i çıxar. 2 vur 7, 14 olacaq. X-i 14 tapdım. Yəni, yan tərəfi 14. Məndən trapesiyanın perimetrini soruşurdu. Tapaq. Perimetr bərabərdir. Oturacaqları 7 topla 28 topla. Yan tərəfinin biri 7-dir. Digər yan tərəfi də 14-ə bərabərdir. Bu da bərabər 14, 14, 28, 28, 28 cavab edəcək 56. Burada da cavabımız olacaq 56. Keçək 80-cı sualın izahına baxaq. 80-da nə deyir? 80-da deyir, sahəsi x kub topla 2x kvadrat topla 8x topla 16 düsturu ilə verilən. Baxaq, burada şəklimiz var bizim. Metal lövhədə deməli S1-in sahəsinin bax elə bir buradan bura. Belə verib. Bir dənə düz bucaqlı verib. Buranın sahəsini verib mənə. Şəkildə verilənlər əsasən. Deməli oxuyun. S1 bərabərdir x kub topla x kvadrat topla 12x topla 12 düsturu ilə verilən düz bucaqlı formasında hissə kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin n-inin x ilə ifadə eləyin deyir. İfadə eləyin, x-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var. İndi buna necə yanaşacam mən? Bütövi verib, S1-in sahəsini verib. Əgər bütövdən S1-in sahəsini çıxsam, digəri balaca kəsilən hissənin sahəsini taparam. Amma bizdən onu soruşmuraq. Bizdən nəyi soruşuruq? Verilənləri yazaq əvvəlcə. S2-ni verib, x-in kubu üstə gəl, 2x-in kvadratı topla 8x topla 16. Digərində də olacaq belə. S1 bərabərdir, x-in kubu topla, x-in kvadratı topla 12x üstə gəl 12. Bəli, buranın sahəsini tapsam mən. Buranın sahəsini tapsam. Yəni, S2-dən S1-i çıxsam, çıxanda bu yazaq
x kub topla. Elə bir alt-alta çıxıram. Baxın uşaqlar, daha bir də bunu yazmaq istəmirəm. Elə bir burada tənlikdir. Bundan bunu çıxıram. X kublar gedəcək. 2x kvadratdan x kvadrat çıxıram. X kvadrat alıram. 8x-dən 12x-i çıxıram. Mənfi 4x alıram. 16-dan da 12-ni çıxıram. 4 alıram. Bu özü, yəni buranın sahəsinin x kvadrat minus 4x topla 4 olduğunu aldım. Bunun özü mənə nə verir? Bilirəm ki, x minus 2-nin kvadratını verir. Yəni buranın sahəsi olacaq x minus 2. Bu fərqli rənglə yazım. Bundan tam aydın görünmür. X minus 2'nin kvadratı olacaq. Kvadratını yazaq üstündə. Tərəfi x minus 2 idisə, deməli m nəyə bərabər olacaq? M də gərək x minus 2 olsun ki, bunları bir-birinə vuranda kvadratdır da, sahəmiz də x minus 2'nin kvadratı olsun. Deməli, sonra bizə nə deyirdi? M'in n'inin x ilə ifadə eləyin. İfadə edin. X'in hansı ən böyük qiymətində deyir. Aha. Bir dənə bu hissəsinə də baxaq. X'in hansı ən böyük qiymətində? Yəni m'imi tapmışam da mən. X minus 2'dir. X minus 2. X'in hansı ən kiçik tam qiymətində? X'in hansı ən kiçik tam qiyməti deyirsə, m topla 2 olacaq. Ən kiçik olması üçün m 1 olmalıdır da. M 1 olsa x olacaq 3. Deməli, burada da qeyd edeyim, cavab olacaq 3. Keçək digər sualın izahına baxaq. Sonuncu sualımız 81. Tənliyi ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tap. Kvadratın sahəsini tapmaqdan ötürü əvvəlcə burada biz çevrənin daxilinə çəkilmiş kvadratı radiusu tapacağıq. Əvvəlcə yazıram. Deməli, x toplam, bax burada x topla 1'in kvadratı kimi yaza bilərəm də. Bir dənə baxım görün bunu necə sadələşdirib rahat şəkildə yazsam. Əvvəlcə belə eləyək. Əvvəlcə bunu istəyirəm digər tərəfdə belə yazaq. Yəni x kvadrat topla x topla y kvadrat minus 5y bərabərdir 29,5 kimi qeyd eləyirəm. Sonra isə buna belə bir ifadə yaza bilərəm də. Elə eləyim ki, yazaram. X kvadrat topla məsələn 1 yazsam, daha doğrusu x kvadrat yox. Bunu elə bil ki, bu hissəni kvadrata atmalıyam ki, bilək də bizim tənliyimiz hansı şəkildədir. Yəni yazacağım x topla 1'in kvadratı. Açanda x kvadrat topla 2x olacaq. Çıx x topla 1 çıx 1 olacaq. Yenə topla yazıram. Y minus 2'nin kvadratı yazsam. Y kvadrat minus 4y. İndi buradan da sadələşdirməliyəm deyə. Belə getməyək. Biz onun ən gözəl yolu, ən yaxşısı belə getməkdənsə hər tərəfin üzərinə 4/1 əlavə eləyib 4/1 çıxıram. Baxın göstərəcəm nəyə görə eləyirəm. Üzərinə 4/1 əlavə eləyib 4/1 çıxıram. Digər tərəfdə də üzərinə. Burada da üzərinə, burada 4/1 əlavə eləsəm, daha doğrusu 4/25 əlavə eləyəcəm. Bax göstərəcəm sizə nəyə görə. Üstə gəl. Y-nin kvadratı 5y üzərinə 4/25 əlavə eləyirəm və bundan 4/25-i çıxıram. Bərabər eləyirəm 29,5-ə. Baxın, bax burada görün nə gözəl bir şey alındı. Digər səhifədə yazıram. Bax x topla 2'də 1'in kvadratı yazsam, açanda x kvadrat topla x topla 4/1 verəcək mənə. Düzdürmü? Çıxılsın 4/1'i də olduğu kimi yazıram. Topla. Bax digərində y minus 4/5 yazsam, bunu da kvadrata yüksəldiyində y-in kvadratı minus, daha doğrusu 4/5 niyə ki 2? 2'də 5 yazmalıyam da mən bura. 2'də 5, y minus 2'də 5 yazsam, 2'ni y-yə və 2'də 5'ə vuranda həqiqətən də 5 y-ni verəcək. Ona görə də topla 4/25, bundan da 4/25'i çıxıram. Bərabərdir deyir 29,5'ə.
sadələşdirib yazıram yenə də. X topla 2-də 1-in kvadratı topla y minus 2-də 5-in kvadratı bərabərdir. Bununla bunu toplayanda mənə verəcək 4-də mənfi 26. O da olacaq. Hər tərəfi ixtisar aparsam, yazaq qoy. Belə olacaq mənfi 4-də 26 bərabərin sağ tərəfinə keçəndə müsbət olacaq. 29,5. 2-yə bölsəm 13, 13-ü də 2-yə bölsəm mənə neçə verəcək bu? 6,5. 6,5-in üzərinə 29,5 gəlsəm, bu da verəcək 0 biatda 5, 6, 36-nı verir. Aldım mı? 36. Aldım. Yəni radiusun r-in kvadratıdır. Radiusum nəyə bərabər? R-in kvadratı 36-ya bərabərdir. Radiusum da 6-ya bərabər imiş. Sonra kvadratın sahəsini tapmalıyam. Əvvəlcə bir dənə qəşəng kvadrat çəkirəm. Bax, görək bu kvadrata oxşamadı, düzbucaqlıya oxşadı. Bir dənə qəşəng kvadrat çəkək. Aha, əla. Kvadratımın tərəfini, daha doğrusu radiusunu daxilinə çəkilib də elə bil. Daxilinə çəkilmiş çevrə biraz sərgəsiz oldu. Bunu bir dənə səliqə çəkeyim. Əla. Fərz eləyin ki, yəni bura toxunur da bunlar. Bilirik də. Eyb yox, qoy toxunduraq bunu. Belə qalsın, hələ eyb yox. Toxunsun qoy. İndi mən bilirəm ki, kvadratın daxilinə çəkilmiş çevrənin radiusun, daha doğrusu çevrənin daxilinə çəkilmiş kvadrat. Üzr istəyirəm. Bizə deyir ki, bax belə, çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini soruşur. Bax, buradan bura bunun diaqonalıdır. Bu həmin hissə mənim radiusumdur. Bax, buradan bura radius. Bura 6-dır, bura 6-dır. Tapdım ki, nəyə bərabərdir bu? Tərəfi, diaqonal bərabərdir 12-yə. Diaqonal 12-dirsə, sahəni necə tapacam? Mənim rahat bir dənə düsturum var idi. S bərabərdir, diaqonalın kvadratı bölünsün 2 ilə tapa bilərəm də mən. Diaqonal 12-dir. 12-nin kvadratı bölünsün 2. 144-ü də 2-yə böləndə alıram ki, 72. Kvadratın sahəsini soruşur da bizdən. Bəli, cavab olacaq burada 72. Və yaxud da bununla da gedə bilərəm. Diaqonal bərabərdir. A kökdə 2-dir. A kökdə 2 12-yə bərabərdir. A da bərabər olacaq 12 böl kökdə 2-yə. Bunu da sahəsini A kvadratla tapmırdıq mı? Tapırdıq. Yəni 12 kökdə 2-də 12-nin kvadratı olacaq 144, yenə bölünsün 2, cavab olacaq 72. Yəni bu da bunun ikinci düsturla həll olunuşudur. Bu qədər uşaqlar.